Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib. Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin ölkədə ifaçıların səhnə tərzlərini xəbər alıb. Ölkə televiziyalarına çıxdıqda müğənnilərə açıq-saçıq geyimlərin qadağan olunduğunu öyrənməsi Zaur Kamalı da ilhamlandırıb. Sözügedən ölkədən nazirlik tərəfindən efirə çıxmaq üçün icazə vərəqələri verilir. Televiziya dekolteli geyimdə çıxan müğənninin həmin sənədi həmişəlik əlindən alınır və toylara belə gedə bilmir. Teleaparıcı da növbəti mövsümdən açıq-saçıq geyinən sənətçilərə efirində görünməyi qadağan edəcəyinin anonsunu verib. Bizə efirdən azyaşlılar, ağsaqqallar baxır. Mən də gələn mövsümdən qadağan edəcəm. Onsuz da axşam şoularında edirəm. Teleaparıcının bu qərarı şou və sosial media əhli arasında müzakirələr yaradıb.